Abşeron rayonu, Xırdalan şəhəri, Mühəndislik Universiteti istiqamətindən Masazır tərəfdən Xırdalana daxil olarkən insanların hər gün qarşılaşdığı ciddi problem yaranıb. Yol son dərəcə bərbad vəziyyətdədir. Çala-çuxurlar, dağılmış asfalt və hərəkət üçün yararsız şərait vətəndaşların gündəlik həyatını ciddi şəkildə çətinləşdirir. Belə bir vəziyyət müasir və sürətlə inkişaf edən Azərbaycanın paytaxtına bitişik Abşeron rayonunda qəbul edilməzdir. Bu, ilk növbədə məsul qurumların öz vəzifələrinə laqeyd yanaşmasının göstəricisidir. Hesab edirəm ki, bu məsələyə görə ilk növbədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, eyni zamanda Abşeron rayon icra hakimiyyəti məsuliyyət daşıyır. Ölkə rəhbərliyi tərəfindən yolların və infrastrukturun inkişafına böyük vəsait ayrıldığı halda, belə mənzərələrin mövcudluğu aparılan dövlət siyasətinin mahiyyətinə kölgə salır və vətəndaşlarda haqlı narazılıq yaradır. Ümid edirik ki, aidiyyəti qurumlar bu problemə təcili reaksiya verəcək. Xırdalan şəhərinə giriş yolları qısa zamanda əsaslı şəkildə təmir olunacaq və sakinlərin təhlükəsiz, rahat hərəkəti təmin ediləcək. Vətəndaşlar normal yol şəraitində hərəkət etmə hüququna malikdirlər. Öndər T.V.